Merhaba, Neftçinin və qadınlardan ibarət Azərbaycan milli komandasının yarım müdafiəçisiyəm. Haradasa 10 yaşımdan bəlkə də daha tez hiss elədim ki, topa çox böyük sevgim var. O vaxtda da bibimin oğlu Rusiyadan gəlmişdi rayona və özündən top gətirmişdi. Bilmirəm, o topla başladı demək olar ki, hər boş vaxtımda həyətdə topçu eləyirdim. Yəni, ancaq buna vaxtımı itirirdim. Hərdən dərslərimdə də dala qalırdım. Anam da anlayırdı ki, əsasən də atam deyirdi ki, dərslərinə daha çox fikir ver, futbol sənə lazım deyil. Bilmirəm, yəni içimdə çox böyük sevgi var idi topa qarşı. Dənizə getmişdi ailəmizlə, orada da topumuz var idi. Mən də topu vururdum dalğalara, dalğaları qaytarırdım. Amma hiss eləmirdim ki, məni ailəmdən uzaqlaşdırır, itmişdim. Orada elə bilmişlər ki, yəni mən boğulmuşam dənizə, axtarıblar bütün ailəni. Əməlli xeylən yəni, uzaqlaşmışdım ailəmdən, bir 100 metr. Vururam topu, dala qaytarır, sola aparıb məni nə qədər. Yəni, belə xatırlayıram. Bu yolda mənə çox kömək olan ilk məşqçim Şaban Şirdanov olub. Yəni, onun əziyyəti olmadan mən bu yerlərə çatmazdım. Buradan çox sağ olana deyirəm ki, o da mənim yəni, sevgimi daha da böyütdü futbola. Məktəbdən gəldi, xatırlayıram, bədən tərbiyə dərsində düzlənmişdi. Gəldi, dedi ki, bəs qızlardan futbol oynamaq istəyən var. Bütün sinif də bilirdi ki, yəni, mənim futbola sevgim var, hamı məni göstərdi. O da inana bilmədi ki, yəni qız tapdı. İnanıram ki, çox məktəb gəzib, heç kimi tapmamış. Çünki o vaxtı bu çətin bir şey idi. Öyle məni yəni futbola yönəldən bəlkə də o gəlməsəydi, bəlkə də heç kim məni futbola buraxan deyildi və mən burada olmazdım. Qəbələ ilk Zaqatalıdan sonra ilk keçdiyim klub idi. Maraqlı yəni təcrübə idi mənim üçün. Bir il orada oynadım. Dilarə müəllimə məşqçim olub orada. Yəni yaxşı vaxtlar keçirmişəm. Orada da maraqlı oyunlar oldu. Deyərdim ki, yəni o illərdə bizim çempionatımız daha maraqlı idi, oyunlar daha maraqlı idi. Yəni rəqabət var idi. Çox çətin xatırlayıram. Öz ayaqlarımdan getmişdim. Hətta valideynlərimə qarşı çıxıb getmişdim ki, yəni mən artıq xaricdə oynamaq istəyirəm. Amma ora getdim. Bir həftə sonra ağlayırdım ki, yəni mənə 5 illik kontrakt təklif eləmişdilər. Anama zəng edib dedim ki, mən istəmirəm, mən aparım. Onlar yəni çox çətin xatırlayıram. Düzdür, mən o etapı keçdim, yaxşı keçdim. Ondan sonra adaptasiya oldum və klubda yəni özümü sübut elədim. Əsas heyətə belə düşdüm, əsas oyunçulardan oldum. Amma ilk əvvəl yəni çox çətin idi yəni həyatı. Ora gedəndə hətta depressiyaya belə düşmüşdüm ki, hamıdan uzaqlaşmışam. Amma baxmayaraq ki, bu yolu özüm seçmişdim. Valideynlərimə də qarşı getmişdim ki, yox mən yəni xaricdə oynamaq istəyirəm artıq. İrəli addım atmaq istəyirəm. Yəni amma çətinlikləri çox idi əlbəttə. Oyun praktikasını qazandım. Milli komandaya gələndə artıq fərq hiss olunurdu ki, yəni orada daha çox oyun keçirəm, rəqabət çoxdur. Hər həftə oyun, yəni Rusiya çempionatı çox yaxşı çempionatdır. Yəni mənim inkişafımda o çempionat mənə çox kömək olub. Məncə mənim yəni seçdiyim insanla bəxtim gətirib ki, o mənə qarşı çıxmadı, daha da əksinə dəstəklədi ki, yəni ailəli olsam belə bu işə davam edeyim. Çünki görürdü ki, necə sevirəm futbolu. Məncə bəxtim gətirib ki, düzgün insan seçmişəm. Neftçi, yəni həmişə arzum olub ki, belə bir Azərbaycan böyük bir klubuna çıxış edeyim. Neftçidən təklif gələndə isə yəni heç düşünmədən təklifi qəbul elədim. Çünki bilirəm ki, Neftçi qadın futboluna çox böyük diqqət göstərir. Həm də yəni azarkeşim olduğum klubda oynamaq məncə çox böyük qürurlu bir hissdir. Ötən mövsümün ilk yarısı biraz bizdə gərgin keçdi, çünki biz Sumqayıta məğlub olduq, yadınızdadırsa. İkinci oyun çox vacib idi. Demək olar ki, bütün komanda olaraq o oyunu gözləyirdik ki, yəni biz o oyunu istədiyimiz nəticə ilə çıxsaq, biz çempion olacağıq. Bunun da bir əslində marağı var idi, çünki yəni rəqabət olanda maraqlı olur. Məsələn, bu il o qədər də elə rəqabət yoxdur. Çox maraqlı idi. Siyasət müəlliminin gəlişi də yəni komandaya güc qatdı məncə. Birləşdik, hamı gücünü ortaya qoydu, çempion oldu.
yaxşı, çünki rəqib yaxşı müdafiə olunurdu. Baxmayaraq ki, bizim şanslarımız çox idi. Düz istifadə edə bilmirdik, bilmirəm qızlarda həyəcan var idi, gərginlik var idi. Çünki hamı bilirdi ki, o da yaxşı rəqibdir və oradan xal almaq lazım. İstərsəniz belə olan halda qızlarda necə deyim, həyəcan olur. Amma yenə də yəni istədiyimizə çatdıq. Fərqi yoxdur, qolu kim vurub. Əsas odur ki, yəni qalib olduq. Ullayeva zərbə müqə axtarır. Manya qapıya zərbə indirir və gol! Manya Ullayeva öndə Savaçı 41-ci dəqiqədə 1-0. Keçən sezon siyasət müəllim çempionatının ortasında bizə qoşulmuşdu. Tam olaraq uyğunlaşa bilməmişdi bəlkə də, amma bu sezon yəni tam əvvəldən birlikdə olduq. Biz də onunla artıq çox uzun illərdir işləyirik, bir-birimizi çox yaxşı başa düşürük, bir çox qız kimi də, yəni hamı bir yerdə də artıq neysə uzun illərdir. Onun qatqısı yəni çoxdur komandaya. Disiplin olsun, məşqlər olsun, yəni oyunun analizi olsun, hər cəhətdən düşünürəm ki, onun payı çoxdur çempionluğumuzda. Artıq ikinci dəfədir ki, iştirak edəcəyik Çempionlar Liqasında. Azca da olsa təcrübəmiz var, başa düşürük ki, yəni rəqiblər necədir, necə çıxış etməliyik, maksimum nəticə qazanmağa çalışacağıq. Əgər həqiqətən futbola sevgiləri varsa, bunu yəni valideynləri qarşı çıxsa da belə sonuna qədər mübarizə aparsınlar, bu yolu başlasınlar, heç nədən çəkinməsinlər. Yəni əsas da özlərində yaxşı işləsinlər. Çünki bizim futbolçuya çox ehtiyacımız var. Kütlə azdır, yəni hamıya buradan çağırış edirəm ki, valideynlərə də uşağınızı, yəni qızınızı qoyun, futbolla məşğul olsun əgər həvəsi varsa.